Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında və istifadəsində meliorasiya sahəsi üzrə 12.137 hektar əraziyə xidmət olunmaqla 246 kilometr açıq suvarma şəbəkəsi, 203 kilometr qapalı suvarma şəbəkəsi, 147 kilometr kollektor drenaj şəbəkəsi, içməli su sahəsi üzrə isə 9 ədəd su anbarı, 16 ədəd nasos stansiya, 111 kilometr içməli su şəbəkəsi, 87 kilometrə yaxın kanalizasiya şəbəkəsi və bir ədəd gündəlik gücü 8700 kubmetr olan çirkab su təmizləyici qurğu mövcuddur. 2025-2026-cı illər ərzində suvarma kanallarında və açıq su yığıcılarda 168,4 min kubmetr ekskavatorla, 44,76 min kubmetr buldozerlə, 3192 kubmetr isə əl ilə lildən təmizlənmə işləri yerinə yetirilib. Məlumat üçün bildirirəm ki, hər il olduğu kimi bu ildə istismar tədbirlər planına əsasən suvarma kanalları və kollektorlarda 189 min kubmetr lildən təmizləmə, çay məzərəsində isə 32 min kubmetr çay suyunun tənzimlənməsi işləri aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda suvarma mövsümünə hazırlıq olaraq bu işlər davam etdirilir. Bundan əlavə olaraq çay məcralarında ekskavatorla 52 min kubmetr, buldozerlə isə 49 min kubmetr tənzimləmə işləri görülür. Torpaq məcralı Yenikənd kanalında 1381 metr hissəsi hidrotexniki qurğularla əsaslı təmir olunaraq beton üzlüyə alınıb. Eyni zamanda bu ildə Tuğay və digər suvarma kanallarında su itkilərinin qarşısının alınması məqsədi ilə beton üzlüyə alınma işləri nəzərdə tutulub. Meliorasiya sahəsi üzrə isə 89-dan çox hidrotexniki qurğularda cari təmir işləri və qapalı şəbəkələrində isə şüşə lifli borularda laminasiya işləri görülüb. Suvarma üzrə görülən meliorativ tədbirlər və əhalinin içməli suyu olan tələbatının ödənilməsi sakinlərin sevincinə səbəb olub. 2025-ci ildə bütün su kanallarımız hamısı lildən təmizlənmişdir və suvarma işi hamısı həyata keçirilmişdir. Demək olar ki, artıq 2026-cı ildə hazırlıq vəziyyətinə gəlinib, əkinlərimiz yenidən, yəni 2026-cı il üçün növbəli şəkildə sulanır. Su da var, boldur. Bu da bizim əkinlərimizin, məhsuldarlığımızın artmasına böyük bir təkan verir. Məhsuldarlığımız yüksək olur, dolaşığımız, həyat yaşayışımız bir avanlığına təkandır hamısı. Hazırda Siyəzən rayonu üzrə içməli su sahəsi olaraq 8743 nəfər abonentə xidmət göstərilir ki, bunun da 8408 nəfəri əhali kateqoriyası, 335 nəfəri isə qeyri-əhali kateqoriyasına aiddir. Əhali kateqoriyasına aid olan abonentlərin 6591 nəfəri sayğaclı, 1817 nəfəri sayğacsız, qeyri-əhali kateqoriyası üzrə isə abonentlərin 283 nəfəri sayğaclı, 10 nəfəri isə sayğacsızdır. 2026-cı ilin birinci rübə ərzində içməli su və kanalizasiya şəbəkələri cari təmir işləri aparılaraq iş əmrləri tam icra edilir. Ötən ildə isə Siyəzən rayonunda Orta Həmiyə kəndinin tam sıradan çıxmış içməli su şəbəkəsi yenilənib və əhali 24 saat içməli su ilə təmin olunub. Cari ildə də Tuğay kəndinin yararsız halda olan içməli su şəbəkəsinin tam qurulması planlaşdırılıb və hazırda təsdiq olunmuş plana əsasən içməli su şəbəkəsinin yenilənməsi işlərinə başlanılıb. Cari ildə Tağay kəndinin sel zamanı yararsız vəziyyətə düşmüş içməli su şəbəkəsinin də yenilənməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq təsdiqlənmiş layihəyə əsasən 6000 metrdən çox olan müxtəlif diametrli boru xətləri və digər mal materiallardan istifadə olunaraq 24 saat içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda işlər davam etdirilir. Qeyd edək ki, rayon üzrə çirkab su təmizləyici qurğuya il ərzində daxil olan çirkab suları təmizlənərək Ataçay çayına axıdılıb.